Keçən dərslərimizin birində biz belə bir cədvəl yaratdıq və həmin cədvəldə F sütununda belə bir nəticə aldıq. Bu nəticəni Glavnaya, home tabında olan avtosumma, yəni avtomatik toplama əmrinin köməyi ilə yerinə yetirdik. Bu cədvəl həm aprel vərəqində, həm də mart vərəqində var. Yəni keçən dərsdə vərəqləri işləyəndə mart vərəqini sürətini çıxartdıq və adını dəyişib aprel adı qoyduq. Gəl indi bu avtomatik toplama əmri haqqında biraz geniş danışaq və sonra nisbi və mütləq istinad haqqında söhbət aparaq. Keçək bu deyək ki bölməyə və buradan bu əmri bir də istifadə edək. Yəni təkrarlayaq bu əmri, bir də yadınıza salın. Avtomatik toplamadır. Basırsınız. Sistem sizə göstərir hansı xanalar toplayacaq. Yəni burada C4, C9, yəni C4, C9 xanaları toplayır. Həm də burada yazır. Bundan sonra klaviaturdan Enter düyməsinə basırsınız və nəticə burada görsənir. Bu birinci üsul. Yəni keçən dərslərdə bunu keçmişdik. İndi keçir ikinci üsula. Artıq home Glavnaya tabından yox, formulu disturlar tabına keçirik və buradan eyni əmri istifadə edirik. Və fikir verirsiniz, burada cürbəcür əmrlər var. Həmin əmrləri keçən dərs sizə burada göstərmişdim. Burada sağ düyməni basanda görürsünüz, bu əmrlər çıxırdı. Maksimal ədəd, minimal ədəd, orta ədəd. Burada da həmin şeylər çıxır. Basırsınız avtosummanı, yenə də həmin pəncərə çıxır. Enter düyməsini klaviaturdan basırsınız. Yəni 8700 manat. Bu ikinci üsul. Ləğv eləyək komandanı. Həmin tabdan bu əmri istifadə edib. Vstavit funksiyanı. Yəni funksiyanı yapışdır. Basırıq. Belə bir bərabər işarəsi gəlir. Sonra belə bir pəncərə açılır. Və burada kateqoriyada yazılıb ki, 10 недавно использовавшийся. Yəni bu yaxınlarda 10 dənə istifadə eləyən olunan funksiyalar. Biz bunu istifadə etdiyimizə görə görürüz, birinci yerdə görsənir. Amma bundan sonra 10 funksiya istifadə etsəz, bu burada itəcək. Yəni ki, bunlar yuxarı gedir, yuxarıdakı ən yuxarıda olan funksiya itir. Əgər burada görmürsünüzsə, onda basırsınız 3 bucağı və burada seçirsiniz polni alfabetni перечень. Yəni bütün funksiyaları Excel-də təxminən 200-dən çox funksiya var. Əlifba sırası ilə düzülür. Amma axtarışı biraz sıxmaq olar. Sum funksiyası riyazi funksiya olduğuna görə buradan matematik, yəni riyazi funksiyaları axtar əmrini seçə bilərik. Belə və burada əlifba sırası ilə gəlirik sum funksiyasına. Və burada görürsünüz sum funksiyası. Nəzərinizə çatdırım ki, məndə rus versiyası Excel, ona görə sum gedir. Əgər ingilis versiyası olsa, burada ingilis dilində sum axtarmaq lazımdır. Seçdik, OK düyməsini basırıq, belə bir pəncərə açılır və həmin pəncərədə sistem sizə göstərir ki, C4, C9 xanaları toplayacaq. Yəni bu xanalar toplayacaq. Və görürsünüz nəticələri də yazır. 1000, 1500, 1500, 1200, 1500, 2000. Yəni bu ədədləri toplayacağım. 1000, 1500, 1500, 1200, 1500, 2000.
Və nəticəni də yazır. 8700 alınacaq bu xanada. Basırsınız OK düyməsini. Nəticə görsənir. Yığışdıraq. Əgər siz bu iki xanada deyilsə, tutan ki bu iki tabda deyilsə, tutan ki bu tabı açıbsınız, yaxud bu tabı açıbsınız və burada toplama əməliyyatı aparmaq lazımdırsa və bu tablara qayıtmaq istəmirsinizsə, onda bu əmrdən istifadə edə bilərsiniz. Fikir verirsiniz, eyni əmrdir, yəni funksiya. Buradasınız, tutalım ki, basırsınız funksiyanı, həmin pəncərə açılır. Tapırsınız burada sum funksiyasını, OK və nəticə burada gəldi. Bu 4 üsuldur. Demək olar ki, hər şey avtomatik sürətdə yerinə yetirilir. Əgər əməliyyatı özünüz eləmək istəyirsə, belə deyək, əllə eləmək istəyirsə, bu da mümkündür. Kursoru yerləşdirirsiniz bu xanaya, basırsınız bərabərdir. Klaviaturadan Rus variantında yığırsınız sum, mötərizini açırsınız və keçirsiniz İngilis variantına. Buradan yığırsınız C4 2.C9. Yəni sistemə göstərir ki, C4-dən C9-a qədər topla. Mötərizini bağlayırsınız və klaviaturada Enter düyməsi. Bunu başqa cür də eləmək olar. Deyək ki, bu hissəni silək. Belə silək. Sum yığdınız. Mötərizini qoydunuz. Bundan sonra kursor yerləşdirirsiniz C4 xanasına. Basırsınız və buraxmadan dartırsınız C9-a qədər. Mötərizini qoyursunuz və Enter. Yəni yarım avtomat, belə deyək. 4 üsul avtomatdır. Bir üsul yarım avtomatdır. Bir üsul da tam elə bil ki, əllə eləyirsiniz. 6 üsulla bu əməliyyatı, yəni avtomatik toplama əməliyyatını yerinə yetirmək olar. İndi keçək istinadlara, mütləq və nisbi istinadlara. Burada biz bu ədədi alanda, əgər yadınızdadırsa, düsturu görürsünüz, D4 xanasından çıxırdıq C4 xanasına, yəni burada olan nəticədən bu nəticəni çıxırdıq və vururduq Y4 xanasında olan nəticə, yəni 1200-dən çıxırdıq 1000, olurdu 200, 200 vurduq ki, o 600. İndi burada 2 dəfə basıb kursoru fikir verirsiniz. Bu istinadlara nisbi deyirlər. Görürsünüz D4, C4, burada C4 göstərir. Escape düyməsini basırıq, klaviaturdan yığışdırırıq. Burada 2 dəfə basırıq, D5, C5. Bundan başqa mütləq istinad da var. Mütləq istinad nədir? Gəlir misalda göstərim. Tutalım ki, bu ədədləri görürsünüz. Bu elə bil ki, bizdə gəlirdi. Tutalım ki, 600 manat televizorun satışından olan gəlirdi. Biz bilmək istəyirik ki, bu gəlir, ümumi gəlirin neçə faizini təşkil edir? Yəni payı nə qədərdir? Bu 2900-ün içində ümumi gəlirdi. Burada bir başlıq yazaq. Pay. Keçək bura. Burada basırıq bərabərdir və 600-ü bölürük 2900-ü. Burada vergüldən sonra olan nəticələri artıraq. Qoyulsun belə, bəsdir. Bundan sonra bu ədədləri payını bilmək üçün dartırıq aşağı belə. Keçən dərsdə keçmişdi. Amma indi fikir verirsiniz, görürsünüz, sistem göstərir ki, əməliyyat səhvdir. Yəni sıfıra bölmə gedir. Nəyə görə? Fikir verirsiniz, burada F4 bölünür F11-ə. F4 bölünür F11-ə. Amma burada artıq F5, yəni F5 bölünür F12-yə. Yəni boşdur burada, sıfırdır. Burada F6 bölünür F13-ə. Burada da sıfırdır. Ona görə sistem göstərir ki,
sıfıra bölme gelir. Bildiğinize göre riyaziyyatda sıfıra bölme mümkün değil. Yani olmaz. Burada nispi istinad olduğuna göre sıfıra bölme gelir. Burada dəyişiklik yaparmaq lazımdır. Yəni birinci sətirdə kursor qoyuruq bura, disturlar sətrinə və klaviaturdan F4 basırıq. Fikir verir, dollar işarəsi peyda olundu. Bu artıq mütləq istinad deməkdir. Enter düyməsini basaq. Fikir verirsiniz, nəticədə heç nə dəyişmir. Amma istinad nisbidən olur mütləq. İndi bunu aşağı dartsaq, görürsünüz, ədədlər əmələ gəlir. İndi əgər bilmək istəyirsiniz ki, bu hesablamalar düzdür yoxsa yox, burada bu nəticələrin cəmini alaq. Cəmi mütləq 1 olmalıdır. Əgər 1 nəticəsi alınmırsa, onda burada hesablamada nəsə səhv var. Gəliz indi mütləq istinadla bağlı bir dənə də hesablama aparaq. Tutalım ki, bu qiymətlər, alış qiymətləri yoxdur. Bunları dollarla göstərmək istəyirik. Deyək ki, kursda kurs bizdə 1.70 gedir də bizdə. Mart ayı 2025-də 1 dollar 1.70'dir. 1.70 və belə. Kursumuz 1.70'dir. Biraz formatlaşdıraq, deyək ki, yağlı eləyək, deyək ki, yaşlı eləyək və dollarları bura yazaq. Dollar qiymətləri bərabərdir. 1000 manatı bölürük 1,7-yə. Və burada dollar qiymətini alırıq. Burada avtomatik manat yazılır. Keçirik bu pəncərəyə və buradan Azərbaycan manatı yox, dollar işarəsini tapaq. Deyək ki, bu vergüldən sonra olan siz 2 dənə nəticə olsun belə. İndi yenə də fikir verir. Dartanda belə aşağı görürüz ki, bölmə gedir. Çünki artıq buradan bölmə gedəcək. Burada sıfırlar. Ona görə əməliyyatı ləğv eləyək. Burada görürsünüz C4 B10'a bölünür. Bu nisbi istinaddır. Mütləq istinad eləyirik. Qoyuruq kursoru bura. Klaviaturdan F4'ü basırıq. Dollar işarəsi gəlsin. Enter düyməsini bastıq. Nisbi istinadı dəyişdik mütləq istinaddan. Bundan sonra dartırıq aşağı. Dartmağı başqa cür eləmək olar. Həm belə dartmaq olar, həm də kursoru yaxınlaşdırırsınız bura. 2 dəfə bu nöqtənin üstündən basırsınız. Qışqanın sol düyməsini və görürsünüz belə bir ədəd alınır. Buna ehtiyac yoxdur. Bunu silirik. Və belə. Bu eləyir 588 dollar. Bu eləyir 882 dollar. 2000 manat isə 1176 dollar eləyir. Və belə üsullarla avtomatik toplamanı yerinə yetirmək olar və nisbi istinadı mütləq istinada çevirmək olar ki, nəticələr düz alınsın. Bugünə bu qədər. Təşəkkürlər.